Hər vaxtınız xeyir olsun. Bu dəfə başı toxuyacağıq. Başda artıq bu hissələri keçirəm. Bildirirəm ki, sehirli halqa 6x ilə başladım. 10 toxu bir artıra qədər davam etdim. Və 72x əldə etmiş oldum. Bu 72x'i də bu şəkildə 4 sıra düz toxumuş oldum. 4 sıra artırma azaltma etmədən düz toxudum. İndi növbəti dəfə 30x toxuyacağım. 30x toxuyaraq gəlirəm. Üç, 4, 5, 6, 30x toxudum. Növbəti dəfədə göz hissəsini qoyacağım. Buna görə də 1, 2 zincir çəkirəm. Buradan da 1 və 2 zincir buraxır. 3-cü x-ə, daha doğrusu 1, 2x buraxır. 3-cü x-ə bataraq x toxumuş oluram. Bu x ilə bərabər 11x toxumuş oluram. Bu 1 oldu. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11x toxudum. Yenə 1 və 2 zincir çəkirəm. 1, 2x buraxıram. 3-cü x-ə batıram. Bundan sonra da 27x sıra sonuna qədər toxunmuş olacağım. Bunu niyə eləyirəm? Çünki hansısa bir alətlə belə bu şəkildə ipi deşdikdə ipə zərər vurmuş oluruq, körlamış oluruq. Ona görə ən ideal üsul budur. Sağlam bir şəkildə gözləri taxmış oluruq. İndi sonda 27x toxudum. İndi bu 72x'i, yəni burada heç bir artırma azaltma etmədim. Sadəcə göz hissələrini qoymuş oldum bu hissələrə. 72x'i düz bir şəkildə toxuyacağım və bu gözün içinə də necə ki 2x buraxmışam, 2x bataraq dolduracağım. O hissəsini göstərirəm indi. Bura qədər gəlim. Bu qismi göstərim. 30x toxudum. Yenə eyni qayda. Necə ki 2 zincir çəkib 2x buraxıb digərinə toxumuşdum. İndi bu 2 zincirin üzərinə daxilinə bataraq 1 və 2. 2x'i yenə də toxumuş oldum. İndi yenə 11x toxuyuram. 11x toxuyacağım. Eyni qayda burada etdiyim kimi edəcəm və 27x'i toxumuş olacağım və bir sıra 72x toxumuş olacağım yenidən. Yəni bir sıra toxuyacağım. Bu qismi sürətli bir şəkildə keçək. 10 toxu bir artıra qədər davam elədim. 4 sıra düz toxudum. Daha sonra göz hissələrini qoymaq üçün 30x toxuyub 2 zincir çəkib 2x buraxıb 3-cü x-ə bataraq 11x ortadan toxumuş oldum. Göz arasını qoymuş oldum. Daha sonra yenə 2 zincir çəkib 2x buraxıb 3-cü x-ə bataraq 27x toxumuş oldum sıra sonuna qədər və bu da 72x olduğu kimi qaldığını göstərdi. Sonra bu 72x'i bir sıra daha düz toxumuş oldum. Bir sıra düz toxuduqda isə bu zincirlərin çəkdiyimin arasını 2x yenə doldurmuş oldum. Niyə? Çünki 2x buraxmışdım. 72x'i bir sıra daha düz toxumuş oldum. İndi isə artırma hissəsinə keçirik. 28x toxuyuram.
1 2 3 bu qismi keçim 28x toxu gəl. 28x toxudum. İndi 1 artır 1 toxu eləyirəm. 1 artırıram. Eyni yerə cüt batdım. Yanındakına tək batıram. 1 toxudum. 10 dəfə bunu təkrar eləyirəm. 1 artırıram. Cüt batıram. Yanındakına tək batıram. 1 toxuyuram. Bu 2 etmiş oldu. 1 artırıram. Yanındakına tək batıram. 3 etmiş oldu. Bu şəkildə 10 dəfə təkrar edirəm bunu. 10 dəfə 1 artır 1 toxu etmiş oldum. Baxın, artırdım və 1 toxudum. Dayandırıram əlimi. Bundan sonra 24x toxumuş oluram. İndi 24x toxuyacağım və ümumilikdə sıra sonuna qədər 24x, ümumilikdə 82x etmiş olacağım. İndi buradakı bu artırma qismi elədik. Gözlərin ön hissəsində. Burada artıq 5 sıra 82x'i düz bir şəkildə toxuyuruq. Mənim əlimdəki kurçoku yenə deyirəm, mən 1.75 milçədən istifadə edirəm. Buranı 5 sıra 82x'i artırma zatma etmədən düz bir şəkildə toxuyuruq. Daha sonra gözləri taxacağıq. Gözləri də taxdıqda arxasını da ilişdirdikdən sonra ya hansısa bir yandırıcı vasitəsilə əridir və onu deməli mən qayçı ilə basaraq düzləşdirirəm və stabilləşdirmiş oluruq bu hissələrə. 5 sıra düz 82x'i toxudum. İndi azaltmalara keçirəm. 30x toxuyuram və daha doğrusu 28x toxuyuram. 28 x toxuyuram. 1 2 3 4 28x toxudum. Burada gözləri mən taxmaq istəyirəm. Bunu toxumamışdan öncə taxmalıydım. Əvvəlcə gözləri taxıb gözlərin mil nömrəsini deyəcəm sizə. Bu şəkildə göstərim. 10 milimlik gözlərdir və arxalıqları göz 10 milimlikdir. İndi bu gözləri yuvalara taxıram. Arxalarını da taxıram. Qəşəng bunu kilitləmiş oluram. Və sonra bu arxaları yandırıcı vasitəsilə əridib kilitləyəcəm buraya. Bura tam şəkildə oturdacağım. Belə. İndi bunu yandırıram. Və əridikdən sonra bu şəkildə düzləşdirirəm. Belə. Buradan çıxma ehtimalı qalmır. Digərinə də edirəm. Gəlirəm. Hər ikisini də etdim. 28x toxumuşdum burada. İndi bir azaldacağım,
bir toxuyacam. Bunu 10 dəfə təkrar eləyəcəm. Bir azaldıram. 1 azaldıram. Bir toxuyuram. Bir azaldıram. Bir toxuyuram. Bunu 10 dəfə təkrar eləyirəm. Bir azalt, bir toxu etdim. Buranı belə yanaq hissəsi eləmiş oldum. Buradan sonra isə 24x toxuyacam sıra sonuna qədər və 72x qalmış olacaq. Daha sonra bu 72x'i 10 toxu bir azalt, 9 toxu bir azalt, 8 toxu bir azalt. Yəni ta ki 3 toxu bir azalt 24x qalana dək davam eləyəcəm və 24x-də boğaz hissəsi olmuş olacaq. 5 toxu və ya 4 toxu bir azaltdan sonra tərkibini biraz doldura bilərsiniz. Tam biraz dolduqdan sonra isə yanaq hissələrinə doğru sentifonu verə bilərsiniz. Sonra isə 4 toxu bir azaltıb biraz daha doldura bilərsiniz. Arxalara və önlərə doğru sentifonları, yəni bu hissəni artıq buraxın. Sonra 3 toxu bir azaltıb 24x-i əldə eləyəcəksiniz. Və ipi uzun buraxaraq tikiş hissəsi, tikiş payı olaraq bu şəkildə, yəni belə uzun buraxırsınız. Sonra qopardırsınız.